Belə bir sual. Logaritma 2 əsasdan 32, üstə gəlsin logaritma 3 əsasdan 27. Neçədir? 8. Tamamilə doğrudur. Fərid, cavab 8-dir. Necə? Başqa sual gəlsin. Hə? Yaxşı Fərid. Logaritma 3 əsasdan 9, üstə gəlsin logaritma 5 əsasdan 125. Neçə? 5. Düzdür Fərid. Bu dəfə tam dəqiq tapdın. Belə davam edək, yoxsa yoruldun? Bir də loqaritma ver. Bir loqaritmanı digər loqaritmaya vur. Üstünə də digər loqaritmanı gəl. Belə bir sual ver. Oldu Fərid. Yenə mürəkkəb bir sual. Logaritma 2 əsasdan 16, vurulsun logaritma 3 əsasdan 9, üstə gəlsin logaritma 5 əsasdan 25. Neçə? 10. Tamamilə düzdür Fərid. Yenə düz tapdın. Necə? Başqa sual gəl. Bir vurma ver, bir bölmə ver loqaritma. Oldu. Gəl belə bir sual verim. Logaritma 2 əsasdan 16, vurulur logaritma 3 əsasdan 9, bölünür logaritma 5 əsasdan 25. Neçə edər? Cavab 4. Tamamilə doğrudur Fərid. Cavab 4'dür. Çətin olmadı ki. Yenə sual. Biraz rəqəmləri fərqli deyiləm. Biraz yüksək rəqəm deyiləm. Oldu. Gəl rəqəmləri biraz böyüdək. Fərid, logaritma 3 əsasdan 81, vurulur logaritma 2 əsasdan 32, bölünür logaritma 10 əsasdan 100. Neçə? Təkrarla bir də. Əlbəttə. Sual belə idi. Logaritma 3 əsasdan 81, vurulur logaritma 2 əsasdan 32, bölünür logaritma 10 əsasdan 100. Neçə? 10. Aferin Fərid. Yenə dəqiq tapdın. Cavab 10'dur. Yorulmamısan ki, başqa sual gəlsin? Yoruldu.